1960-cı illərindən ölkəmizdə Sovet İmperiyasına qarşı milli azadlıq hərəkatının öncülərindən biri olub. 1959-cu ildə yazdığı Bəxtiyar Gürcüstan poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmişdir. Bəxtiyar Vahabzadə yaradıcılığında baş mövzulardan biri də ana dilidir. Onun qəti qənaətinə görə dil xalqın varlığının nişanələrindən biri olub, onun ən qiymətli sərvətidir. Üstəlik nəsillər silsiləsini birləşdirən, babaların vəsiyyətini nəvələrə çatdıran qüdrətli tərbiyə vasitəsidir. Görkəmli şərqşünas alim Əhməd Şimidi yaradıcılığını dərindən öyrəndiyi, əsərlərini alman dilinə tərcümə etdiyi Bəxtiyar Vahabzadə haqqında belə demişdir. Bir insan öz xalqını, öz doğma dilini dərin səslə söyə bilməsini mən Bəxtiyar Vahabzadədən öyrəndim. Bəxtiyar Vahabzadə rəyli şair.